Salam, hörmətli izləyicilər. Yenidən xoş gördük hər birinizi. Necəsiz? Bugün sizinlə növbət dərsimizdə səfəvlərin yaranması haqqında məlumat verəcəm. Ötən dəfəki dərsimizdə demək olar ki, səfəvlərin tam yarandığı an haqqında məlumat vermişdim, amma indi yenidən xatırlatma edəcəm. Və ötən dərsimizdə vurğuladım ki, 1501-ci ilin yazında səfəvlər Bakı üzərinə hücum edirlər və Şirvanşahların xəzinəsini işğal edirlər, Gülüstan qalasını mühasirəyə alırlar. Artıq bu 1501-ci ilin yay ayları dönəmində xəbər gəlir ki, Ağqoyunlu hökmdarı Əlvənd Mirzə Təbrizdən şimala doğru hərəkət edir və burada Əlvənd Mirzə İsmayıl'la qarşılaşma yaşayan anı İsmayıl'a təklif edir ki, Şirvanşahlarla kifayətlənsin, yəni Şirvanşahlar verilsin burada İsmayıl'ın hakimiyyəti altına və digər ərazilər qalsın Əlvənd Mirzəyə. Lakin burada təbii ki də onda şah deyildi, o Şeyx İsmayıl idi və Şeyx İsmayıl öz ordusuna müraciət edərək söyləmişdi ki, siz Gülüstan qalasını mı istəyirsiniz, yoxsa Azərbaycan taxtını mı? Hamı bir fikir ifadə edərək söyləmişdi ki, biz Azərbaycan taxtını istəyirik və bunun əsasında da Şeyx İsmayıl Gülüstan qalasının mühasirəsindən əl çəkərək Əlvənd Mirzə ilə mübarizə aparmışdı və burada qalib gəlməyi bacarmışdı. Hansı ki, 1501-ci ilin yayında Şərur döyüşündə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə məğlub edilərək Ağqoyunların birinci qolu artıq süquta uğramışdı. Daha sonra 1501-ci ilin payızında Şeyx İsmayıl Təbrizə daxil oldu, özünü şah elan etdi və Şah İsmayıl adını qazanaraq Səfəvi dövlətinin əsasını qoydu və burada paytaxtı Təbriz şəhəri etdi. Daha sonra 1503-cü ildə Həmədan şəhəri yaxınlığında Almabulağı döyüşü baş verdi. Bu döyüşdə qarşı-qarşıya gəldi Ağqoyun dövlətinin ikinci qolunun hökmdarı olan Murad Padşah, yəni Murad Mirzə. Burada Murad Mirzənin deməli qeyd edəcəyik ki, 70 minlik qoşunu var idi. Lakin Şah İsmayıl yenicə dövlət yaratdığı üçün onun qüvvəsi az idi, 12 minlik qoşunu var idi. Lakin Almabulağı döyüşündə Şah İsmayıl 12 minlik qoşunu ilə Murad Mirzənin 70 minlik qoşununu məğlub etdi və qalib gəldi. Bununla da artıq Ağqoyun dövlətinin varlığına tamamilə son qoyulmuş oldu. İkinci qolu süqut etdi 1503-cü ildə. Bundan sonra belə bir məsələ vurğulayacağıq ki, Şah İsmayıl babası Uzun Həsən kimi onun yaratdığı bir dövlət kimi dövlət yaratmağa çalışırdı. Onun əvvəlki Ağqoyunların sərhədlərini bərpa etməyə çalışırdı. Bu məqsədlə bir sıra işğalçılıq yürüyüşləri həyata keçirdi. Belə ki, 1503-cü ildə İranın mərkəzini, şərqini işğal etdi. 1506-1508-ci illər dönəmində isə Şərqi Anadolu istiqamətində irəliləyərək buranı işğal etdi. Ərəb-İraqı işğal olundu və bunların işğalı nəticəsində Diyarbəkirdən Xorasana qədərki böyük torpaqlar keçdi artıq Səfəvi dövlətinin tərkibinə. 1510-cu ildə Şah İsmayıl Dərbəndi özünə tabe etdi, Qafqazın mərkəzi hissəsini və cənub-qərb bölgələrini özünə tabe etdi. Eyni zamanda Dağıstanda bir sıra feodal hakimlər də özündən asılı vəziyyətə salmağı bacardı. 1510-cu ildə Mərv döyüşü baş verdi. Mərv döyüşü Səfəvlərlə Şeybanilərin qarşıdurması idi. Şeybanilər bilirik ki, Özbək mənşəli dövlət idi, əhali idi və burada deməli Şeybani hökmdarı ilə Səfəvi hökmdarı Şah İsmayıl qarşı-qarşıya gəlirlər. Burada Səfəvlər qalib gəlirlər. Şah İsmayılın ordusu qələbə qazanır. Amudəryadan Xorasana qədərki torpaqlar Səfəvlərin əlinə keçir. Daha dəqiqliklə söyləsək, Amudərya çayından Fərat çayına qədərki böyük torpaqlar keçir artıq Səfəvi dövlətinin tərkibinə. Bununla da artıq Səfəvi dövləti imperatorluğa, yəni imperiyaya çevrilir. Əgər xatırlayırsınızsa, mən sizlər üçün Böyük Səlcuq dövlətini də izah edən zaman söyləmişdim ki, 1055-ci ildə Sultan Toğrul Bağdada tabe edən zamanda Amudərya çayından Fərat çayına qədərki torpaqlar keçmişdir Səlcuqlu imperatorluğunun tərkibinə. 1055 və 1510-cu il tarixləri məhz bu torpaqların işğalına görə oxşar götürülə bilər. Daha sonra Şah İsmayıl dönəmində artıq Səfəvilər dövləti vahid halda birləşdirilməyə artıq nail oldu. Belə ki, bu da Şirvanşahlar dövlətinin və Şəki hakimliyinin tabe edilməsi ilə, asılı hala salınması ilə baş verdi və bunun nəticəsində
deməli, Şirvanşahlar və Şəki hakimliyinin tabe edilməsi ilə Səfəvilər Azərbaycanı vahid halda, yəni öz tərkiblərini birləşdirməyi bacardılar. Hətta mənbə hissəsində belə bir məlumat qeyd olunur ki, Şirvanşah hökmdarı bu dövrdə 2-ci İbrahim idi hakimiyyətdə. 2-ci İbrahimi Şeyx Şah da adlandırırdılar. Bu şəxs qiymətli hədiyyələrlə deməli Şah İsmailin huzuruna elçilər göndərir və o bu sayədə, yəni bu hədiyyələrin sayəsində Şirvanın idarəsini öz əlində saxlamağa nail olur. Və biz buradan görürük ki, Şirvanşahlar öz daxili müstəqilliklərini saxlayıblar. Hələ ki varlıqlarına son qoyulmayıb. Eyni zamanda da Şəki hakimliyinin hələ ki varlığına son qoyulmamışdı. Sadəcə olaraq asılı hala salınmışdılar və burada bir vahid dövlət qurulmağa artıq nail olmuşdu. Məlumat vermək istəyirəm Səfəv dövlətinin idarə etməsi haqqında. Burada əsasən türk dili əsas rol oynayırdı. Orduda, qismən də diplomatik yazışmalarda, ölkənin daxili həyatında türk dilinə böyük önəm verilirdi və türk dilində danışılırdı. Səfəvilər dövləti mərkəzləşmiş dövlət hesab olundu. Halbuki biz bundan öncə Qaraqoyunlu və Ağqoyun dövlətlərini keçən zaman söyləmişdik ki, bu dövlətlər mərkəzləşmiş ola bilməmişdilər. Çünki bir sıra yarımköçəri elatlara nəzarətin mümkün olmaması və soyqal sisteminin mövcud olması səbəbindən Qaraqoyunlu Ağqoyunda mərkəzləşmə sistemi olmadı. Amma Səfəv dövləti mərkəzləşmiş dövlət idi və üstəlik digər iki dövlətdən fərqli olaraq teokratik dövlət idi. Biz bilirik ki, teokratik dövlət, yəni dini qanunlarla idarə edilən dövlət deməkdir. Əgər qədim dövrü xatırlayırsınızsa, biz Şumerlər də keçən zaman söyləmişdik ki, Şumerlərdə teokratik idarə etmə var idi. Və indiki dövrümüzdə biz bunu oxşarlaşdıra bilərik İran İslam Respublikası, Pakistan İslam Respublikası ilə ki, burada da hökmdarlar həm ölkənin hökmdarı kimi, yəni prezidenti başçısı kimi idarə edirlər, həm də ki, dini məsələlərin başçısıdırlar. 17-ci əsrin ikinci yarısında artıq Səfəvi hakimiyyətində irsilik prinsipinin həyata keçirilməsi yavaş-yavaş məmur bürokratiyasının, məmur aparatının öz nüfuzunun genişləndirilməsinə səbəb oldu və burada idarəetmə sisteminə gəldikdə biz Qaraqoyunlu Ağqoyun dövlətini keçən zamanda bu cür bir cədvəllə rastlaşmışdıq. Artıq Səfəvdə də belə bir cədvələ rast gəlirik və bu şagirdlərin qarışdırdığı məqamlardan biridir. Sadəcə olaraq bu əzbərləməsi məqamlardır ki, yəni biz bunun yerini qarışdıra bilmərik. Çünki adi bir şəxsin yerinin dəyişməsi artıq testin cavabının yanlış olmasına gətirib çıxara bilər. Ona görə də bu əsas məqamda diqqətli olacağıq nədir? Birinci növbədə ölkəni idarə edən hökmdar şah titulunu daşıyırdı, amma Qaraqoyunlu Ağqoyunda padşah adlanırdılar. Burada deməli, şah qeyri-məhdud hakimiyyətə malik idi. Şah ölkədə həm dünyəvi, həm də dini hakimiyyətin rəhbəri idi. Yəni, həm ölkəni idarə edirdi, həm də dini qanunlar cəhətdən dinin rəhbəri hesab olunurdu. İkinci yerdə dayanırdı vəkil. Gördünüzmü? Burada artıq fərqli məqamımız var. Qaraqoyunlu Ağqoyunda ikinci şəxs Əmir Əl-Ümara idi. Burada isə ikinci şəxs vəkildir. Vəkil kimdir? Şahdan sonra ikinci yerdə dayanırdı. Şahın dünyəvi və dini işlərində tam hüquqlu müavini hesab olunurdu. Üçüncü yerdə gəldi Əmir Əl-Ümara. Gördünüzmü? Artıq fərqli cəhətlərimiz var. Əmir Əl-Ümara kim idi? Biz zaten bilirik ki, Əmir Əl-Ümara ordunun baş komandanı idi. Səfəvlərin, yəni Qızılbaşlar dəstəsinin tərkibindən seçilirdi. Hətta bir müddət Şah İsmailin öz tərbiyyəçisi olan Hüseyin bəy Şamlı bu Əmir Əl-Ümara vəzifəsindən təyin olunmuşdu. Lakin onun o mərkəzdən uzaqlaşma meylinə görə, mərkəzi hakimiyyətə tabi olmamağına görə o bu vəzifədən uzaqlaşdırılır və ona verilmiş tiyul torpaqlarda əlindən alınır artıq. Səfəvi dövlətində 4-cü yerə dayandı vəzir. Vəzir ölkədə deməli, daxili inzibati işlərə, maliyyə işlərinə baxırdı və vəzir burada dövlətin xəzinəsinə rəhbərlik edirdi, həm də xəzinədar adlanırdı. Sonra 5-ci yerdə gəldi sədr. Bir dəqiqə baxın görün videomuz davam edirmi? Aha, videomuz davam edir. Deməli, biz burada deyəcəyik ki, idarəetmə sistemində 5-ci yerdə dayanırdı sədr. Sədr kim idi? Dini işlərə rəhbərlik edirdi, vəqf torpağı nəzarət edirdi və gələn gəlirləri nəzarət edirdi. Bundan başqa, bu yəni sıralamadan əlavə digər şəxsiyyətlər var idi ki, ölkənin idarəetmə sistemində Qorçubaşı Çəlik adlı dəstənin rəhbəri idi. Çəlik hansı dəstə idi? Azərbaycan Qızılbaş tayfalarından təşkil olunmuş
atlı deməli qoşun idi ki, bu atlı qoşunun rəhbəri Qorçubaşı adlanırdı. Yəni Çərik adlı dəstənin rəhbəri Qorçubaşı idi. Daha sonra qazi, eynən Qaraqayanlar qoyunda olduğu kimi qazi burada da məhkəmə işlərinə rəhbərlik edirdi və qaziyə biz burada deyəcək ki, artıq məhkəmədə əsas rol hakim kimi qazi idi. Ali Məclis məşvərət orqanı rolunu oynayırdı. Ölkədə məsləhətçi orqan idi və burada Ali Məclis vurğulayacaq ki, hökmdarın yanında olan 12 nəfər nüfuzlu əmirlərdən təşkil olunmuş bir məşvərət orqanı idi. Yəni burada bir dənə məşvərət orqanımız var, o da Ali Məclisdir. Daha sonra Bəylərbəyi. Səfəvi dövləti ilk yarandığı dövrlərdən artıq etibarən bir sıra bəylərbəyliklərə bölünmüşdür. Ümumiyyətlə Səfəvi dövləti 4 bəylərbəyliyə bölünüb. Deməli, Qarabağ, Təbriz, Şirvan və Çuxurset bəylərbəylikləri. Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncə idi. 1501-də yaradılmışdı bu bəylərbəylik. Təbriz bəylərbəyliyinin mərkəzi ilə Təbriz şəhəri idi. Bu da 1501-də yaradılmışdı. Daha sonra Şirvan bəylərbəyliyi 1538-ci ildə Şirvanşahlar dövlətinin varlığına son qoyulması ilə yaradılmışdı. Mərkəzi Şamaxı şəhəri idi və 1502-ci ildə Çuxurset bəylərbəyliyi yaradılmışdı ki, bunun mərkəzi İrəvan şəhəri idi. Məhz bu bəylərbəylikləri idarə edən şəxs bəylərbəyi adlanırdı. Bəylərbəyi bu ərazidə vergi toplayırdı və topladığı vergi hesabına qoşun saxlayırdı və şahın müəyyən yürüyüşlərində iştirak edirdi. Bəylərbəyliklərdə vəzir adlı bir vəzifə var idi ki, bu vəzirlər bəylərbəylərin əmri əsasında fəaliyyət göstərirdilər, lakin hesabat verən zaman mərkəzi divana hesabat verirdilər. Daha sonra burada deməli bəylərbəyliklər ərazi cəhətdən bölünürdü mahallara və mahalların rəhbəri adlanırdı naib və qolbəyi. Belə ki, 16-cı əsrdə bu şəxslərə naib deyirdilər, 17-ci əsrdə isə qolbəyi deyirdilər və bunlar da mahalları idarə edirdi, bəylərbəylərə tabi idi. Daha sonra bəylərbəyliklərdən sonra, yəni bəylərbəyliklər bölünürdü mahallara, mahallar şəhərlərə, şəhərlər isə kəndlərə. Bu şəhərlərin rəhbəri olurdu Kələntər adlı şəxs, kəndlərin rəhbəri olurdu Kəndxuda. Şəhərlərdə asayişi qoruyan bir növ polis rolunu oynayan şəxs Darğa idi, Kələntərə tabi idi. Daha sonra daha kiçik inzibati vahidləri idarə edən sultan idi. Bir də ali hərbi inzibati mövqe tutan şəxslər isə xan adlanırdı. Bu da bizim Səfəvilərin yaranması və idarə etməsi haqqında olan məlumatlarımızdır. Növbəti görüşədə yenidən görüşəcəyik. Sağ olun.